Salam dostlar, hər vaxtınız xeyir. Demək, həmişə elektrik nömrələrin arasında söhbət düşür ki, bu topun yerini sən bağlamalısan, o bağlamalıdır. Onu qoyduq qırağa. Mən indi özüm bu işi gördüyümə görə mən elektrikli də özüm görmüşəm, indi hamısını özüm görmüşəm, indi özüm bağlamalıyam. Mən həmişə bunun yerini gördüyünüz mayonez. Nə gedir? Gördüyünüz mayonezlə bağlayıram. Həmişə, hər yerdə. Bunu evyələrində xahiş edirəm. Dəqiq baxsınlar, bax, buna. Həmişə elektrikə və yaxud da maliyyat kim bağlasın, yəni onun xətlərini mayonezlə bağlasın. Niyə? Səbəb o ki, səbəb bu yanğına qarşıdır. Nə yanma olur, nə topda problem olur, heç nə olmur. Hər yerdə, ha yanır. Çox ustalar evyələrini alladır, görün nə gözəl çıxır. Fikir verin. Bunun hamısını mayonezlə bağlayacağım. Həmçinin bax, gördüyünüz bax, fikir ver, yuxarıda çəkilənə, elektrik stansiyası elədir. Bir dənə buranı çək. Görün nə qədər toklar gəlir. Hamısını mən dağıdıb mayonezlə bağlayıram. Sonra da heç lazım deyil. Ehtiyac yox da bunun üstündən %100 at. Boyu vur çıxsın geçsin. Baxın öyrənin də yoruma aparmayacağım. Mən nə qədər deyim sizə. Görün nə gözəl. Görün nə gözəl. Fikir ver. Əla. Allah bütün ustaların işinə band eləsin. Yenə deyirəm, baxın öyrənin. Çox sağ olun, var olun.